İsmail rayon Milli Parkının işçisi, müdürü Əfqan Qəribov korrupsiyada cinayəti olaraq işdən kənarlaşdırmışdı və yenidən işə qayıdıb. Nətər qayıdıb da bilmirik və işçiləri ilə Şükranla əlbir olaraq Şükranla meşənin donuzudur, meşənin yaş ağaçları qırılıb, kütləvi şəkildə satılır. Xahiş olunur aidiyyatı qurumlardan bunu araşdırsınlar ki, nətər olur ki, rüşvət, korrupsiya ilə tutulub işdən çıxan insan yenidən işə qayıdıb və meşənin heyvanlarını ovlayırlar, meşənin ağaçlarını kütləvi şəkildə qırırlar. Baxın, bax. Kütləvi şəkildə meşəni qırırlar, heyvanları vururlar. İki qardaş heyvanı vururlar, verirlər Əfqan müəllimə, Əfqan Qəribovun əli ilə. Bax, belə ağaçlar qırılır. 300-dən yuxarı bax, fıstık ağacı, dəndən, görüş, vələs, bax, 300-dən yuxarı ağaçlardır. Hamısı da var, bir şəkilləri, videoları var, hamısı, bax. Bax. Milli Parkın bax, ərazisidir. 300-dən çox ağaçdır. Hamısı da bax, təzə ağaçlardır. Baxın. Bax, təzə ağaçlardır hamısı. Plyusda. İndi hamısının canını gəlin özünüz baxın. Bax, hamısı. Hamısı Milli Parkın ərazisidir. Milli Parkın yeridir. Hamısını Əfqan Qəribov işə gələndən sonra Şükran Baxşovla olub əlbir qırıb bu meşəni dağıdırlar. Heyvanları da vuranda fakt sübut babıdır. Heyvanın dərisini də çəkdim, sizə göstərdim. İndi özün də qardaş əlində aparanda şəklini çəkmişəm, onu da atacağım sizə. Qov itlə tutub atmağın da hamısını burada atacağım sizə.